Salam, bugün sınaq 2-nin izahına baxacağıq. Başlayaq birinci sualımızdan. Mövqeli say sisteminin əlifbasındakı simvolların sayı necə adlanır? Say sisteminin əlifbasındakı simvolların sayı say sisteminin əsasını təşkil edir. Ona görə də birinci sualımızın cavabı olacaq Y variantı. İkinci suala baxaq. Deyir ki, İkili say sistemində verilmiş bu ədədi 8'lik say sistemində təsvir edin. 8'lik say sistemində təsvir etdikdə 3 bit şəklində ayıracağıq. Və demək bu 6, 1, 6, 1 olmuş olacaq. 1, 6, 1, 6, 8'lik say sistemində. Sonra 16'lı say sistemində verilmiş bu ədədi ikili say sistemində təsvir edildiyi 2YA 16'lı say sistemində hər birini ayrı-ayrılıqda ikili say sisteminə keçirik. 1, 1, 1, 0. Burada da 1, 0 olmuş olacaq. Demək, olacaq A variantı. Sonra dördüncü sualımıza baxaq. Ədədini onluq say sistemində təsvir edin. 1, 2, 4, 8 qaydası ilə yazsaq, bunları cəmləyirik. Demək, olur 15. Sonra 5-ci sualımızda 76 onluq ədədini 8'lik say sistemində təsvir edin. 76-nı böləcəyik nəyə? 8-ə. Demək, buradan da 4, 9'u da 8'ə böləcəyik. Bir dənə 8'ini 8, buradan da 1, 1, 4 əksinə oxuyacaq. 1, 1, 4, 8'lik say sistemində. 6-cı sualda deyir ki, 8'lik say sistemində verilmiş bu ədədi onluq say sistemində ifadə edin. 1, 3, 5, 8'lik say sistemində. Demək, 1 vurulsun 8'in kvadratı, üstə gəlsin 3 vurulsun 8, üstə gəlsin 5. Bu da 64, üstə gəlsin 24, üstə gəlsin 5, oldu 93. Sonra növbəti sualımıza baxaq. Demək, ədədinin açıq yazılış formasını təsvir edin, qeyd olunur. Yazsaq, altılıq say sistemindədir. Demək, 4, 4, 5, 3, 0, 1, altılıq say sistemində. Düzdürmü? Demək olacaq, 4 vurulsun, 6 üstündə 5, üstə gəlsin 4 vurulsun, 6 üstündə 4, 5 vurulsun, 6 üstündə 3, üstə gəlsin 3 vurulsun, 6 üstündə 2. Bu 0 deyil, birinci dərəcədən 6'nın qüvvəti olmayacaq. 1 vurulsun, 6 üstündə demək 0. Bu da olacaq A variantı. Növbəti suala baxaq. İkili say sistemində bunları cəmləyəcəyik. Demək, üstə gəlsin 1, 1, demək 1, yox, necə deyil. Ardıcılığı doğru yazdım mı? Birin artıq yazmışam. Buradan silək. Demək, 1, 1, 1, 0, 0. Cəmləsək, 1'in üzərinə 0 gələndə 1, 1'in üzərinə 0 gələndə 1, 0'ın üzərinə 1, 1, 1'in üzərinə 1 gələndə 2, bir dənə 2'liyi çıxacaq, 0 yazacaq, 1 yadda. 1'in üzərinə 1 gələcək 2, 1 də yaddaydı 3, 3'dən bir dənə 2'ni çıxacaq, 1 yazacaq, 1 yadda. 1, 1 də yaddaydı 2, yəni 2'dən bir dənə 2'ni çıxacağı, 0 yazacaq, 1 yadda. Demək, 1, 0, 1, 0, 1, 1, 1 A variantı olmuş olacaq. Sonra növbəti suala baxaq. Deyir, cüt ədədi müəyyən edin. Baxıram ki, say sistemin əsası təkdir, yoxsa cütdür. Burada cüt görürəm və son rəqəm baxıram 1'dir. Yəni, belə deyil. Bu, ona görə də cüt ədəd olmayacaq. Amma digər variantlara baxsaq, baxıram ki, təkdir, 3'dür, 5'dir, 7'dir. Yəni, say sistemin əsası tək rəqəmdir, düzdürmü? Ona görə də bu say sistemində verilmiş ədədlərin, belə deyim, rəqəmlərini cəmləyəcək. Əgər cütdürsə, demək, həmin ədəd cüt olacaq. Baxsaq B variantına 1, 2, 3, 4. Yəni, 4 dənə 1'i cəmləyəcək, 0'ın əhəmiyyəti yoxdur, oldu 4. Demək, bu olacaq cüt. Amma məsəl üçün, digərlərinə baxsaq, Y-yə toplasaq 3'dür, 7'dir. Həm ədədlərin rəqəmləri cəmi 3'dür, əsas da təkdir, ikisi də təkdir. Burada da 3'dür, əsas da təkdir. Demək, B variantı cüt ədəd olmuş olacaq. 10-cu sualımızda deyir ki, doğru münasibəti müəyyən edin. Doğru münasibəti müəyyən edin deyəndə digərlərinə baxmağa ehtiyac yoxdur. Baxıram ki, eyni say fərqli say sistemlərində eyni rəqəmlər qeyd olunubdur. Yəni, 6'lıq say sistemində 2, 5'dir, 8'lik say sistemində 2, 5'dir. Demək, hansının əsası böyük olacaqsa, həmin ədəd, həmin əsaslı say sistemində böyükdür. Baxıram ki, təbii ki, 8'lik say sistemində 2, 5, 6'lıq say sistemindəki 2, 5'dən böyük olacaq. B variantı doğru olmuş olacaq. Sonra növbəti suala baxaq.
Demək, burada nə deyir? Deyir ki, onluq say sistemində verilmiş belə bir ədəddir, cəm daha doğrusu. Üstə gəlsin 64'ü də burada yazaq. 2 üstündə 6, burada da 300. Olsun 2000, 1800. Düzdürmü? 2 üstü 1800. 1800 bunu qeyd etdik. Sonra 32 də yazırıq 2 üstündə 5. Böyük qüvvətlərlə işləyərkən həmişə kiçik qüvvətlərlə işləmək daha rahatdır. Bu nə demək? Əslində bunun sadəcə mahiyyətini başa düşmək üçün qeyd edirəm. Deyək ki, 2 üstündə 5 deyəcəm. Üstə gəlsin 2 üstündə 3, üstə gəlsin 2 üstündə 1. Yəni burada ən böyük qüvvət 5'dir, düzdürmü? Bu nə demək? Bu bir dənə 1, bu 2 əsası bildirir, 5 sıfırların sayı. Bir dənə 1, 5 dənə 0, düzdürmü? Bu nə demək? Bir dənə 1, 3 dənə 0. Bu da bir dənə 1, bir dənə 0. Düzdürmü? Bax, bu 5 dənə 0 ən böyük qüvvət. Elə oradakı olan sıfırların sayıdır. Ümumi baxın 1, 2, 3, 4, 5. Hər dəfə üzərinə 2 üstü 3 gələndə, 2 üstündə 1 gələndə, elə bunlar 1 deməkdir. Və bunlar 1 deməkdir. Bu 5 dənədən həqiqətən cəmləsək, baxın 0, 1, 0, 1, 0, 1. Yəni bu 5 dənə sıfırdan ikisi çevrildi nəyə? 1'ə. Düzdürmü? Qaldı 3 dənəsi. Eyni məntiq burada da doğrudur yəni. Məntiq deyəndə, yəni sadəcə yəni qayda belə deyim də, məntiq deməyək. Burada da bu o deməkdir ki, bir dənə açıq yazsaq, məsəl üçün yenə bunu da açıq yazaq, bir dənə 1, elə bir sonunda 2000 dənə 0. Düzdürmü? İndi hamısını yaza bilmərik bura. 2000 dənə 0. Üzərinə gəlsin bir dənə 1, sonunda 1800 dənə 0 demək buradan qeyd edirəm. Burada da bir dənə 1, sonunda 5 dənə 0. Düzdürmü? 5 dənə 0. Və bu burada yazılan 2000 dənə 0'dan bir dənəsi burada 1 oldu, bir dənəsi də burada 1 oldu. Demək, 2000'dən çıxacaq 2'ni olacaq 1998 olacaq A variantı. Yəni bu böyük qüvvət sıfırların sayıdır. Hər dəfə də üzərinə bu ədədləri gələndə bu 1'i ifadə edəcək, bu da 1'i ifadə edəcək. 2000'dən də 2'ni çıxanda 1998 olmuş olacaq. Sonra növbəti suala baxaq. Burada 1, 2, 4, 8 qaydası ilə yazsaq, demək 11, burada da 7'dir. Vuracaq 7'yə olacaq 77. Və burada da deyir ki, yenidən bu hasili ikilik sayı sistemində ifadə edin. 77'ni də yazmaq üçün demək 1, 2, 4, 8, 16, 32, 64. Düzdürmü? Demək bunların cəmi 64'dür. Sonra 8'dir, 4'dür, bir də 1'dir. Demək bunları cəmləyəndə bizə 77'ni vermiş olacaq, düzdürmü? Demək 1 yazacağım olmayanlar. Yəni hansı ki adlarına, xətt çəkdiklərimə 1 yazacağım, qalanlarını sıfırlayacağım. 1, 1, burada da 0, 1 olacaq ikilik sayı sistemində A variantı olmuş oldu. Sonra növbəti suala baxaq. Deyir ki, bunu sizinlə bir baxaq birlikdə. Demək sualda demək bu aralıq şəklində verilib. 3, 6, 8 kiçik ikiz, kiçik bərabərdir. F 5, 16. Demək hər ikisini keçməliyik nəyə? Onluq sayı sisteminə. 3 vurulsun 8, üzərinə də gələndə 30. 30 kiçikdir x-dən, o da kiçikdir. Demək F-i 15'i 16'ya vuranda nə qədər edir? 240. Üzərinə də gələcək 5 olacaq 245. Düzdürmü? 245. Amma burada diqqət edin ki, bunu alır. Yəni bu şəkildə. Aralıq şəklində yazsaq 30, 245 olmuş olacaq. Bir tərəf açıq mötərizə, bir tərəf qapalı mötərizə olduqda 245'dən sadəcə 30'u çıxacaq, olacaq 215. Bu da olacaq Y variantı. Bizdə də deyir ki, onluq tam ədədlərin sayını müəyyən edin. 215 olmuş olacaq. Bu bizim 13-cü sualımız. 14-cü sualımıza baxaq. 14'te deyir ki, bu bərabərliyində Y-in mümkün müsbət qiymətlərində X-in ən kiçik qiymətini müəyyən edir. İfadəni belə deyək, sadələşdirsək 3, 2, 2 bərabərdir 4, 3, Y sayı sistemində, düzdürmü?
3x üstə gəlsin 2. Bu da 4y üstə gəlsin 3. Hər tərəfdən 2-ni çıxsaq 3x bərabərdir 4y üstə gəlsin 1. X-i buradan tapsaq 4y üstə gəlsin 1 bölünsün 3. Düzdürmü? Yəni burada da bizdən diqqətli olub ki, x-in ən kiçik qiyməti, yəni bu surəti sadə dildə desək, riyazi dildə məxrəcə böləndə ən kiçik qiyməti almalıyam. Demək, bölünən ən kiçik olmalıdır ki, ən kiçik qiyməti alım. Məsəl üçün, nümunə deyim, deyək ki, 12-ni bölürəm 1 var 3-ə, surət 12-dir, məxrəc 3-dür, yəni bölünən bölən deyək. 12-ni 3-ə böldüm, oldu 4. Bir də var, yazıram ki, 18 bölünsün 3, burada da necə olur? 6. Görürsünüz, bölünən böyüdükcə qismətdə böyümüş olur. Demək ki, qismətin ən kiçik olması üçün nə olmalıdır? Bölünən kiçik olmalı. Bölünən də nə zaman kiçik olacaq? Baxıram ki, 4, 3, y. Y-ə minimum qiymət götürməliyəm. 4 olan, 3 olan, yəni rəqəmləri olan ən kiçik say sistemi hansıdır? Demək, 5'lik say sistemində y olacaq 5. Düzdürmü? Yəni 5'lik say sistemində 4, 3 bu şəkildə yaza bilərəm. 4-də yaza bilmərəm, çünki 4'lük say sistemində 4 rəqəmi yoxdur. Demək, y-in qiyməti minimum götürdüm 5. Ola bilərdi yenə də 6, 7, 8 və s. Amma bizdən x-in ən kiçik qiymətini dediyinə görə bölünəni ən kiçik götürməliyəm. Ona görə də y də ən kiçik olmalıdır. X də buradan bərabərdir 4 vurulsun 5 üstə gəlsin 1 bölünsün 3. X də bərabərdir 7-yə. Bu da belə. Oldu 14-cü sualımızın izahı. Növbəti suallara baxaq. Demək, bunlarda bir baxaq. Burada deyir ki, 100 onluq ədədinin əsası 9 olan say sistemində təsvir edilir. Yəni, 100-ü böləcəyik, yəni 9-a bu şəkildə. Burada necə olacaq? 11, 99, burada 1, 11-i də 9-a böləndə 1, 9, burada da olacaq 2. Demək, 1, belə əksinə oxuyanda 1, 2, 1, 9-luq say sistemində olacaq A variantı. Sonra, demək, 1358 onluq ədədinin ikilik yazılışında birlərin sayını müəyyən edilir. Biz bu 1358-i 2-nin qüvvətləri şəklində gələ biləcək ədədlərin cəmi şəklində yazsaq, elə birlərin sayını tapmaq demək. Yəni, nə demək istəyirəm? 1358, 1024, üstə gəlsin, belə yaza bilərik, 256, üstə gəlsin 64. Demək, 1024-ün üzərinə gələndə 256 və 64. Nə qədər edik? 1344 edəcək. Üzərinə gələrik, demək, 8, düzdürmü? 8, 4 və 2. Bu şəkildə yazmaq olur. Baxsaq, bu bizə nəyi verəcək? 2-nin qüvvətləri şəklində olan ədədlərdir, düzdürmü? Demək, bu 2 üstündə 10 deməkdir, bu 2 üstündə bərabər qoyaq. 2 üstündə 8, bu 2 üstündə 6, bu 2 üstündə 3, 2 üstündə 2, 2 üstündə 1. 1, necə deyək? Burada necə yazdıq? 2, 8, 6, sonra 2 üstündə 3, 2 üstündə 2, 2 üstündə 1. 1, 2, 3, 4, 5, 6. Demək, 6 dənə 1 olacaq. Çünki biz nə deyirdik? Var olan qüvvətlərə 1 yazırıq, olmayan qüvvətlərə 0 yazırıq. Yəni, bu ədədlər əslində nəyi bildirir? Birlərin sayını bildirir. Heç belə qüvvət şəklində yazmağa ehtiyac yoxdur. Olacaq A variantı 16-cı sualımızın cavabı. Sonra növbəti suala baxaq. Burada da demək, ədədi hər biri ayrı-ayrı say sistemində verilibdir, yazmalıyıq. 1, 2, 1, demək, burada x-dir, burada 5-dir. X üstə gəlsin 1. Burada nə qədər eləyəcək? 49, bir də gəndə 50. Demək, bu şəkildə yazaq. X-in kvadratı üstə gəlsin 2x, üstə gəlsin 1. Burada da üstə gəlsin 1, çıxılsın 50. Belə yazaq hələ ki. X kvadratı demək, üstə gəlsin 2x, çıxılsın 48, bərabərdir 0. Bir teoreminə əsasən köklərin cəmi əks işarə və köklərin hasili nəyə bərabərdir? Mənfi 48-ə. Bunlar da hansı ədədlərdir ki, cəmləyəndə mənfi 2 versin, buranda isə mənfi 48. Götürə bilərik, demək, 8 ilə 6-nı götürə bilərik. Bunları cəmləyəndə, mənfi 8 ilə 6-nı cəmləyəndə həqiqətən mənfi 2 verir. Mənfi 8 ilə də 6-nı vuranda mənfi 48 edir. Demək, mənfi əsasdan olmayacaq, 6 doğru cavab olmuş olacaq. X bərabərdir 6-ya.
Bu da 17-ci sualımızın cevabı. Sonra növbəti suallara baxaq. Demək, burada da yenidən bu ikisini bir götürək. Elə bir toplanan cəm, toplananlar birini tapanda cəmdən digər toplanan çıxılır. İndi bunu hesablayaq. Demək, 3 vurulsun 6'nın kvadratı, üstə gəlinsin 2 vurulsun 6, üstə gəlinsin 5'dən çıxacağım. Demək, 5 vurulsun 7, üstə gəlinsin 5, düzdürmü? Bu nə qədər edir? 108, üstə gəlsin 12, üstə gəlsin 5, çıxılsın 35, burada da 40, düzdürmü? Bu da ne kadar edir? 108'in üzerine geldik. 17, 125, 125'ten de 40 çıkanda 85. 85 etmiş olacaq. İndi bizden ne soruşur? Hə, bunu da yenidən deyir. 16x'in qiymətini 16 say sistemində təsvir edin. 85'i de yenidən böləcəyik nəyə? 16'ya, düzdürmü? 16'ya da böləndə nə qədər edir? Demək 5 dəfə düşür. Burada 80, burada da 5 qalır. Belə oxuduqda 5, 5, 16'lı say sistemində olmuş olacaq. Sonra 19-cu sualımıza baxaq. 19'da necə deyir şərti? Demək, sinifin bu qədər faizi qız və bu qədər nəfəri oğlan olarsa, bu sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Demək, birincini faizlə verildi, ikincini nəfərlə verildi. 1, 1, 1, demək 1, 0, 1, 2, 4, 8, 16, 32, düzdürmü? Bunları topladıqda bu nə qədər edir? 48, demək, bu olacaq 60, düzdürmü? 60 faizi. Demək, bunun 60 faizi oldu nə? Oğlanların, qızların sayı. Bu yazaq buradan 60'dır və faizlə. 60 faizi oğlandır və bu qədəri 1, 1, 0, 0, 1, 2, 4, 8 ilə də bu da olacaq 12. 12 nəfər də oğlandır. Və bu sinifdə şagirdlərin sayını onluq say sistemində ifadə edir. Demək, 60% nədir? Qızların sayıdır. Yerdə qalır 40% oğlanların sayı. O da nəyə bərabərdir? 12'yə. 40%-i elə bil 12 olan ədədi tapırıq. Faizinə görə ədədi tapanda ədədi faiz göstərən ədədə bölüb 100'ə vuracaq. Bunlar da buradan gedəndə 30 olmuş olacaq. Bir belə yaza bilərsiniz. Yəni burada 40% yenə qeyd edirəm. 60% qızdırsa, düzdürmü? Yerdə neçə faiz qalır oğlanlara? 40%. Həmin o 40%-dən neçə nəfərdir? 12 nəfər. 40%-i 12 olan ədəd kimi yaza bilərsiniz. Və yaxud da ki, belə yaza bilərsiniz. Tənasüblə ümumi nə qədərdir? Bilmirik. 100%. Düzdürmü? Ondan 40%-də nə qədərdir? 12 nəfər. Buradan da yenə x bərabərdir. 12 vurulsun 100, bölünsün 40. Yenə də eyni nəticədir, fərqi yoxdur. Ya belə, ya belə. Demək olacaq B variantı 19-cu sualımızın cavabı. Sonra 20-ci suala baxaq. Burada qeyd olunur ki, 0, 1, 2, 3 rəqəmlərindən düzəlmiş bütün 4 rəqəmli kodlar artma sırası ilə yazılmışdır. Siyahının əvvəli aşağıdakı kimidir. Demək, birinci kodun nömrəsinə baxsaq, kod özü belədir. 0, 0, 0, 0. Sonra ikinci kodun nömrəsi 0, 0, 0, 1. Diqqətli olsanız, koddan nömrəsi bir vahid nədir? Artıqdır. Demək, üçüncü gəlir, baxın, 0, 1, 1, 2. Burada 0, 0, 0, 2. Görürsünüz, nömrəsi burada 2'dir. Kodun özü 2'dir. Burada nömrəsi 3'dür. Demək, nömrə kodun özündən bir vahid böyükdür. Şimdi bu məntiqlə bir sıra nömrəsi 215 olan kodu müəyyən edin. Nəhayət deyək ki, gəldik bura 215 sıra nömrəsidir və bizdən buradakı kodu soruşur. Bu kodun nə olduğunu bilmək üçün biz bilirik ki, bu kodun sıra nömrəsidir, düzdürmü? Koddan bir vahid böyükdür. Kodun özünü tapmaq üçün demək 215'dən bir vahid çıxacağım. Olacaq 214. Sonra bu da hansı say sisteminin rəqəmləridir? Dörtlü say sistemi. Demək 214'ü böləcəyik nəyə? 4'ə. 214'ü də 4'ə böləndə 53 tam düşəcək. Düzdürmü?
53 tam düşəcək. Buranda 212 eləyəcək. Burada qalacaq 2. Sonra 53'ü yenidən böləcək 4'ə. Yenidən 53'ü də 4'ə böləndə nə qədər düşürdü? 13 düşəcəkdir, düzdürmü? Burada qalacaq 52. Burada 1, 13'ü də 4'ə böləndə 3'dən 4'ün 12, burada da 1. Demək, belə tərsini tutduqda 3, 1, 1, 2 olmuş olacaq. 3, 1, 1, 2. Yani bak 215. kod. Burada 3, 1, 1, 2'dir. Bu da belə. Bunu da tapdıq. 20. sualımızın cavabı oldu. C variantı. Növbətiyə baxaq. Demək deyir, 4'ə bölünən, 4'ə tam bölünən ədədləri müəyyən edin. Bunu belə yaza bilərik. Yani 4'ə bölünmez son iki rəqəm 0'dırsa və ya son iki rəqəm 4'ə bölünürsə ədəd 4'ə bölünür, düzdürmü? İndi buradan müəyyən edilir. 1, 0, 1, 0, 0, 1, 2, 4, 8, 16, düzdürmü? 16'nın üzerine 4 gələndə 20, 24'ə bölünür, bölünür, düzdürmü? Demek 1, 1'i götürdük. 1'i götürən kimi avtomatik A, D, Y variantları çıxdı. Ya 1, 3'dür, ya da 1, 2'dir. İndi baxsaq burada demək 1, 2 ilə 1, 1, 1, 0, 1, 0, 0, 1, 2, 4, 8, 16, 32, 64. Düzdürmü? Yine 64'ün üzerine gelirik 32'ni, üzerine gelirik yeniden 16'nı ve üzerine gelirik 4'ü. 116 edir. Bak son iki rəqəm 16 4'e bölünür mü? Bölünür. Demek ümumi ədəd 4'e bölünür. Bu da doğru. Demek 1, 2 doğru olmuş olacak. Kalanı yoklamağa ihtiyaç yoktur. Bu da oldu 21. sualımızda C variantı. Sonra deyir ki, nəticəsi 50'dən böyük olan ifadələri müəyyən et. Nəticəsi 50'dən böyük olan. Demək, baxsaq burada bu birinci yaza. 3, 2, 8. Bu da 1, 2, 4, 8, 16, 32. Düzdürmü? 8'den üçün 24. Üzerine de 2 gələndə 26. Üstə gəlinsin. Burada da neçədir? 34. Bakın görsək 20, 30'dan artıq gördük ki 50'den böyük olacaq. Heç hesaplamağa ehtiyac yoktur. 1'i götürdük. 1'i götürən kimi avtomatik D, Y, C variantları aradan çıxmış oldu. İndi baxaq 1 ilə 2'dir, bir də 1 ilə 4'dür. 1 ilə 2'yə 2'ni yazsaq 8'in kim 16, üzerine de 7 gələndə bu oldu 23, düzdürmü? Və digərinə baxsaq 1, 2, 4, 8, 16 sıfırları çıxsaq 20, 22 görürük ki heç 50'yə çatmır. Demək 2 buradan çıxmış oldu. 2'ni götürmürük. 1 ilə 2 də getdi. Bir dənə qalır 1 ilə 4. 1 ilə 4-də demək baxsaq 22-ci sualımızda A variantı olmuş olacaq. İndi 4'ü yoxlayaq. Variantla olsa da yenə də baxaq. 1, 1, 0, 0, 0, 1, 1, 2, 4, 8, 16, 32. Burada da 81, 8 üzerine değil mi? 14 üste gelsin. Burada 48 üste gelsin 1. Gördüğümüz gibi 50'ni aşmış olacak. Demek doğrudan da düz tapmış. Bu da belə. Sonra burada baxaq. Bu iki suala. Demək müəllimlər və abituriyentlər. Burada baxsaq deyir ki, x-in hansı qiymətində bərabərlik doğrudur. Baxıram ki, hər üçü 7'lik sayı sistemindədir, düzdürmü? Demək, belə yazacağım. 3x 6 7'lik sayı sistemində. Üstə gəlinsin 1, 6x 7'lik sayı sistemində bərabər olub nəyə? 5x 3 7'lik sayı sistemində. Hamısı 7'likdə olduğuna görə bunları da tənlik kimi yazaq və yaxud da ki, çevirək ehtiyac yoxdur. Demək, 6'nın üzərinə x-i gəlib ki, sonra bax 6'nın üzərinə hansısa bir ədədi gəlib, nəticədə 3'ə düşübdür. Hə, demək ki, 6'nın üzərinə x-i gəlib, oradan say sisteminin əsasını çıxanda 3'ə bərabər olubdur. Burada bunu tapmış oluruq. X üstə gəlinsin. Demək, doğru yazdık mı? Hə. Burada da x yazıb altı qeyd elədim. X bərabərdir nəyə? 4'ə. Aydındır mı? Bu da belə.
Yəni ehtiyac yoxdur ki, bunu yenidən məsəl üçün tənqidlə yazaq. Çünki hamısının indeksinə baxsaq 7-lik sayı sistemidir. Yəni 6-nın üzərinə hansı ədəd gəlir? Buradan 7 çıxsa 3-ə bərabər olmuş olacaq. X də bərabərdir 4-ə. Bu da bizim oldu 23-cü sualımızın cavabı. 24-cü sualımıza baxaq. Deyir, 5-lik say sisteminin ən kiçik 2 rəqəmli ədədi. Ən kiçik 2 rəqəmli ədədi 1, 0 olacaq 5-lik say sistemində. Bu da elə 5-i ifadə edəcək. Və 9-luq say sisteminin ən böyük 2 rəqəmli ədədi. 9-luq say sistemində ən böyük 2 rəqəmli ədədi olacaq demək, onluğa keçirəndə 80, düzdürmü? Və deyir, bu ədədin cəmini onluq say sistemində ifadə edir. Demək, bunu onluğa çevirdim 5 oldu. Bunu da onluğa çevirdim 80 oldu. Bunları da deyir, onluq ilə ifadə elə. 5-in üzərinə 80 gələndə olacaq 85. Sonra növbəti suala baxaq. 25-26 bir baxaq. Demək deyir ki, 8-lik say sistemindəki yazılışındakı bu qüvvətin, onluq ədədinin 8-lik say sistemindəki yazılışının ilk rəqəmini müəyyən edir. Demək, bunu yazaram 2 üstündə 4. Ya buradan məsəl üçün 2 üstü 3 ayırmaq olar. Amma ehtiyac yoxdur. 4-ü 19-a vuranda nə qədər edir? 2 üstündə 76, düzdürmü? 76-nı da 8-lik say sistemində dediyinə görə böləcəm 3-ə. 76-nı 3-ə böləndə nə qədər qalıq qalacaq? 1. Həmin o 1-də gətirəcəm 2-nin qüvvətini 2 üstündə 1. Demək, birinci rəqəm elə 2 olmuş olacaq. 26-cı suala baxaq. Burada nə deyir? 1, 0, 1, x plus 1, demək. 1, 0, 1, x üstə gəlsin. Bunu da çevirsə olacaq 17. Demək, burada belə olacaq. X plus, 1-dir burada. Çəkimi yazmışam. X üstə gəlsin 1-in kvadratı, üstə gəlsin 1 bərabərdir. X kvadratı üstə gəlsin 1, üstə gəlsin 17. Düzdürmü? Bu şəkildə buradan yazsaq x-in kvadratı üstə gəlsin 2x, üstə gəlsin bu ümumi 2. Burada da x kvadratı üstə gəlsin 18. X-lər buradan gedəcək. Buradan 2x bərabərdir 16-ya, x də bərabərdir 8-ə. Demək, x-in bir qiymətini müəyyən edin, 8 olmuş olacaq. Bu da 26-cı sualımızın cavabı. Sonra 27-ci suala baxaq. Bunları demək, uyğunluğu müəyyən edəcək burada. Ədədin yazılışında birlərin sayı sıfırların sayının 2 vahid. Demək, biz bunların hamısını keçməliyik nəyə? İkilik say sistemi. Düzdürmü? Demək, bir-bir keçməliyik. Keçsək, burada birinci 54 üçün yazaq. 54 üçün yazanda belə yazacaq. 1, 2, 4, 8, 16, 32 qaydasına görə 54 cəmini verməsi üçün demək 32, 16, bir də 4, 2 olacaq. Demək, bunlara 1, 1 yazacağım. Bura 0 yazacağım. Bura 1, 1, burada 0 yazacağım. Demək, 4 dənə 1, 4 dənə 1, 2 dənə 0. İndi nə deyir? Ədədin ikilik yazılışındakı birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Bəli, bu 4-dür, bu 2-dir, 2 vahid çoxdur, bu doğrudur. Buna A. Ədədin ikilik yazılışında birlərin sayı sıfırdan 5 vahid deyil. Ədədin ikilik yazılışındakı sıfırların sayı birlərin sayından 2 dəfə azdır. Bəli, bu 2-dir, bu 4-dür, 2 dəfə azdır, bu da doğrudur. C. Ədədin yazılışında birlərin sayı sıfırların sayına bərabərdir. Yox, ədədin yazılışında sıfırların sayı birlərin sayından bir vahid çoxdur. Yox. İndi keçək ikinciyə. 76 onluq say sistemindən ikiliyə keçək. Bunu da belə yazsaq. 1, 2, 4, 8, 16, 32, 64. Demək, 64-ü götürəcəyik. Sonra 8-i götürürük. 4-ü götürürük burada. Burada da belə olur. 1, 0, 0, 1, 1, yenidən 0, 0. Demək, 3 dənə 1-dir, 4 dənə də 0. Düzdür, 3 dənə 1, 4 dənə də 0. Bunu da baxsaq, burada nə deyir? Deyir ki, B variantında ədədin ikilik yazılışındakı birlərin sayı sıfırların sayından 5 vahid azdır. Bu yanlışdır. Burada 3 dənə 1 vahid, sıfırın sayı demək 1-in sayından 1 vahid çoxdur.
Ədədin burada da bərabər deyil. Ədədin ikilik yazılışındakı sıfırların sayı birlərin sayından bir vahid çoxdur. Bəli, bir vahid. Bu 4'tür, bu 3'tür, bu doğrudur. Buna gedəcək Y variantı. Sonra 3'ü yazaq. 3'ü də belə yaza bilərik də. 37'ni lap belə yazaq. 2 üstündə 5 üstə gəlsin. Burada da 5'i də 1, 0, 1 kimi yazaq. 1, 0, 0, 0, 5'dən 0. Burada da 1, 0, 1. Oldu 1, 0, 1, 0, 0, 1. Burada elə 3 dənə 1'dir. 3 dənə də 0. Düzdürmü? Bu da beraber olan haradaydı biraz önce? Ədədin ikilik yazılışındaki birlərinin sayı sıfırların sayına beraberdir. Bu doğrudur. Buna da uygun olacaq değil. Demek ne şekilde oldu? 1'e oldu A, C, 2'ye oldu Y, 3'e de D. Bu da biləm. Yani burada sadece ikiye keçib baxmaq lazımdır. İndi burada. Əslində bu məsələdə də müəllimlər, biraz önce yetkilikdəki necə, baxın buradakı dediyimi 7'dir, düzdürmü? 6 üstə gəlsin, 2 çıxılsın, bir dənə 7 bərabərdə 3. Eyni burada da, eyni say sistemində olduğuna görə, demək 1, 3, 4, x say sistemində üstə gəlsin 3, 2, x say sistemində nəticədə bərabər olub 2, 1, 0, x say sistemində. 4 ilə 2'ni cəmləyibdir 6, amma düşübdür 0'a. 6'dan 0'a necə düşmək olar? Demək 6'dan bir dənə 6 çıxılıb ki, 0'a düşüb. Bu da demək əsas neymiş? 6. X bərabərdir 6'ya. Bu da həqiqətən də baxsaq, gəlin yoxlayaq da. 6'lıq say sistemində cəmləsək, baxın 4'ün üzərinə 2 gələndə 6 bir dənə 6'nı çıxdıq, 0 yazaq, 1 yadda. 3'ün üzərinə 3 gəldik, 6 bir də yaddaydı, 7. 7'dən bir dənə 6'nı çıxdıq, 1 yazaq, 1 yadda, 1 də yaddaydı, 2. Bu da 28-ci sualımızın cavabı. 29'a baxaq. Demək burada necə deyir? Deyir ki 66, 8, 61 üzr sayı 8'lik say sistemində. 6, 5, 8'lik say sistemində bu verilən ədədir. 3, 1, 1, Q kimi təsvir olunarsa Q əsasını müəyyən edir. Demək belə yazacaq. 3, 1, 1, Q bərabər olub 6, 5, 8'lik say sistemində. İndi demək 3 Q'nun kvadratı üstə gəlsin Q, üstə gəlsin 1. Demək bu da olacaq 53'e. Demek bunu da toplasaq olacaq 53. Buradan 3Q kvadratı üstə gəlsin Q olacaq 52 bərabərdir 0'a. Bir yetə gəlməyəcək çünki Q'nun əmsalı 3'dür. Demək biz bunu diskriminantdan tapa bilərik. 1 çıxılsın 4 vurulsun 3 vurulsun 4 saniye burada vurulmamış yazdım. 4 vurulsun 3 vurulsun -52'ye düzdürmü? Demək 12'ni də vuranda 52'ye ne kadar gelir? 624 bu mənfilər müsbətdir. Üzərinə də 1 gələndə 625. Demək diskriminant 625 tapmış olduk. X1 bərabərdir -1. Mənfiyə baxmağa əslində burada heç ehtiyac yoxdur. 25 bölünsün 2A 6'ya mənfi olacaq. Bu ehtiyac deyil. X2 bərabərdir -1 üstə gəlsin 25. Buna da kök 25 çıxdı. Bölünsün 6'ya. Bu da 24 bölünsün 6'ya. Bu da bərabərdir 4'e. Demək, x bərabərdir 4'e. X dediğimde aslında burada tapdığımız yani Q'dur. Q bərabərdir 4'e. Bu da belə. Sonra növbəti sualı baxaq. Axırıncı sualımızı. Ədədləri azalma sırası ilə yazın. Müxtəlif say sistemlərində birlikdə. Demək, bunları geçməliyik nəyə? Hamısını onluğa keçsək daha rahat. Eyni olan var mı? Hə. Burada demək 4'tür, burada 2'likdir. Ona da diqqət yetirik. Demək, baxsaq, burada birinci 1, 4, 3, 6'lıq say sistemində 1 vurulsun 6'nın kvadratı üstə gəlsin 4 vurulsun 6 üstə gəlsin 3. Demək 36 üstə gəlsin 24 üstə gəlsin 3. Düzdürmü? Bu nəyə bərabər olacaq? 63'e. Sonra ikinciye baxaq. 5, 0, 9'luk say sistemində 5 vurulsun 9 üstə gəlsin 0 elə əhəmiyyəti yoxdur amma indi yazıq 45 onluq say sistemində. Sonra 3'e baxaq. 1, 2, 2, 2, 3'lük say sistemində. Demək burada da 1 vurulsun 3'ün kubu üstə gəlsin 2 vurulsun
3'ün kvadratı üste gelsin 2 vurulsun 3 üstünde 1 üste gelsin 2 vurulsun 3 üstünde 0. Demek 27 üste gelsin 18 üste gelsin 6 üste gelsin 2. Düzdür mü? Bu da neye beraberdir? Olacak 53'e. Sonra bu ama dörtlükdədir. 1, 1, 0 olsa da dörtlükdədir. Bunda indeksinə 10 yazaq. Sonra 1, 0, 1, 1 dörtlük sayı sistemində 1 vurulsun 4'ün kubu üste gelsin. Sıfırın əhəmiyyəti yoxdur. 1 vurulsun 4 üstünə 1 üste gelsin 1. Düzdürmü? Demek bunda neye beraber olacak? 69'a. Bu da 69'a birbaşa deyə bilərik. Sonra qaldı hansı? Biri də var hələ. Bir, 1, 0, 1, 1, ikili sayısında 1, 2, 4, 8, 16'ya göre bunları çıkarır. Demek 16 üste gelsin 8, üste gelsin 2, üste gelsin 1. Bu da neye beraberdi? Demek üzeri saniye 10, burada sen gitti kuvvet üstü. Burada 1, 2, 4, 8, 16. Hə, düz getmişik yok. Səhvlik yox, düz getmişik. Burada belə olmalı. 16 demək 24, 26 necə deyil? Ay, burada demək 2 dənə 0 var. Üzrü sayın. 2 dənə 0 var. Bir dənə 0 götürmüşəm. Demək burada ədədi düzgün köçürməmişəm. Bir dənə. Daha doğrusu bir dənə deyil. Bir dənə. Ve 2 tane 0 var. 1, 1, 0, 0, 1, 1, birlikte. Demek 1, 2, 4, 8, 16, 32. Ha. Şimdi burada 0'ın üzerinden kaç çekirik? 32 üste gelsin 16 üste gelinsin demek. Şimdi 2 üste gelinsin 1. Bu da neye beraberdir? Demek 48, 50, 51. Düzdür mü? Onluk sayısı. Bunu da tapdıq. Demək, indi bizə nə deyir? Ədədləri azalma sırası ilə yazın. Azalma sırası ilə yazdığımıza görə ən böyükdən başlamalıyıq. Demək, 1, 4, 3 olacaq. Baxsa, burada. Azalma sırası burada 63 almışıq, burada 45 almışıq, burada 53 almışıq, yox, burada 69 almışıq. Demək, 1, 0, 1, 1 gələcək. 69, sonra 63. Yəni 1, 4, 3 almışıq, düzdür? Ondan sonra ne gelir? Burada almışıq 53. Demek 1, 2, 2, 2 gelir. Bundan sonra gelir demek. Baxaq burada almışıq 51'i. Demek 1, 1, 0, 0, 1, 1'i almışıq. Ve en sonunda da burada almışıq 45'i. Demek 5, 0 olmuş olacaq. Bunların indeksini yazmadım ama yeni de qeyd edək. 1, 0, 1 idi. Bu dörtlükdə, bu altılıqda, bu üçlükdə, bu ikilikdə, bu da dokuzlukda. Demək bu şəkildə olmuş olacaq. Bununla da 30 sualımız yekunlaşdı. İnşallah növbəti sınavın izahında qeyd edərəm. Sağ olun.